Marmelatlarımız ve içini dolduraq. Yadığımız haribolarımız, marshmallowlarımız çıxartaq. İndi dadına da kəsik dadına baxarıq. Dadı çox qəşəngdir haribolarımızın. Baxın və indi isə çıxmağına baxarsınız. Görün necə yumuşaq şəkildə çıxdı. Çıxarılmasının üsulu var. Düzgün üsulda çıxartmaq lazımdır. Tam problemsiz şəkildə çıxdı. Gördüyünüz kimi. Baxın, çıxdı. Bunlar marmelatlarımız. Kızlar, bu haribolarımız. İndi böləcəm. Haribomuza baxın. Çox dadlıdır, çox qəşəngdir. Bu dəfə haribolarımızı eləmişik kofeli. İndi dadına da baxarsınız. Çox qəşəngdir. Bunlar marshmallowlarımız, haribolarımız. Marmelatlarımızın dadına baxacağıq. Tələbələr haribonu çox bəyəndilər. İndi görək marmelatımızı bəyənəcəklərmi? Bu da marmelatımız. Marmelatımızı çox fərqli bir üsulda eləyirik. Yəni hər kəsin elədiyi kimi suyun üzərinə jelatin qatıb və dadlandırıcı qatıb marmelat hazırlamırıq. Marmelatın özəl bir resepti var. Sırf o özəl reseptlə hazırlanır. Marmelat sırf onunla hazırlamışıq. Bu marmelatımız.